Salam müəllimlər, testlərin izahı ilə davam edirik. Deməli 41-ci suala baxaq. Klasteri tamamlayın deyir. Yəni təhsil alanların vəzifələrindən biri verilib, digər bir vəzifəni seçəcəyik. Baxaq. Sağlam həyat tərzi keçirmək, bəli, təhsil alanların, yəni şagirdlərin bu vəzifəsidir. Baxaq indi. A bəndində deyir, etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək. Etik davranış qaydaları deyirsə, bu müəllimlərə aiddir. Ona görə A variantı olmayacaq. Öz fikir və mülahizələrini sərbəst ifadə etmək. Bu vəzifə deyil, bu hüququdur. Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə əməl etmək. Bəli, artıq əməl etmək varsa, bu olacaq nə? Vəzifə. Təhsil deməli, alanların vəzifələrindən biri. Doğru cavab C variantı olacaq. Sonra D variantında deyir, təhsil proqramlarının mənimsənilməsini təmin etmək. Bu artıq təhsil alanların yox, təhsil verənlərin vəzifələrindən biridir. Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək, bu da təhsil verənlərin deməli hüququdur. Ona görə doğru variant olacaq C variantı. 42-ci suala baxaq. Təhsil verənlərin vəzifələrinə aid deyil. Müəllimlərin deməli vəzifəsi deyil. Təhsil prosesinin təşkilində, idarə olunmasında iştirak etmək, təkliflər irəli sürmək. Bu vəzifədir. Daha doğrusu bu vəzifə deyil, hüquqdur. Ona görə elə doğru cavab A variantı olacaq. Sonra B variantına baxaq. Ümumi təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək. Bu vəzifədir. Təhsil haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş qaydada sertifikatlaşdırmadan keçmək bu vəzifədir. Təhsil proqramlarının mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək bu da vəzifədir. İxtisasını artırmaq, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək bu da vəzifədir. Doğru variant A variantı olacaq. 44-cü suala baxaq. Hansı bənddə yanlışa yol verilmişdir? Bakalavr əyani olur, bakalavrat əyani olur, bakalavrat qiyabi, ümumi təhsil əyani, ümumi təhsil qiyabi, ümumi təhsil stasionar. Yadda saxlayın ki, ümumi təhsil heç vaxt qiyabi ola bilməz. Ancaq əyani olur. Ona görə D variantı yanlışdır. Baxaq 46-cı suala. Deməli, cədvəl verilir və uyğunluğu soruşur bizdən. Uyğunluğu müəyyənləşdirəcək. Doğrudan doğruyu, yanlışdan yanlışı seçəcək. Təhsil alan ödənişsiz psixoloji yardım ala bilər. Bəli, bu doğrudur. Çünki məktəbdə psixoloqlar var. Bəli, hər zaman onlar deməli kömək, yardım ala bilərlər. Bu doğrudur. İkinciyə baxaq. Deməli, təhsil alan təhsillə bağlı inkişaf yönümlü tədbirlərdə iştirak edə bilməz. Edə bilər, bu yanlışdır. Üçə baxaq, təhsil alan ümumi təhsil müəssisəsinin ictimai, sosial və mədəni həyatında iştirak edə bilməz. Bu yanlışdır, iştirak edə bilməz. Dördə baxaq, təhsil alan bireyinin qiymətləndirilməsini yenidən tələb edə bilər. Bu doğrudur, bəli, edə bilər. Uyğunluq deyirsə, doğrudan doğrunu, yanlışdan yanlışı seçəcək 1-3. Doğru variant B variantı. 49-cu suala baxaq. Yanlış bəndi müəyyən edin deyir. İnformal təhsil təhsilin formasıdır. Bəli, doğrudur. B-yə baxaq. Ümumi təhsillə qiyabi təhsil alma forması mövcuddur. Bayaq bunu dedik. Qiyabi təhsil alma forması ümumi təhsildə mövcud deyil. Bu yanlışdır. Sonra 50-ci suala baxaq. Fərqli olanı seçin. Deməli, bireyinin yenidən qiymətləndirilməsini tələb etmək, bu şagirdin hüququdur, yəni təhsil alanın hüququdur. Həyat və sağlamlığı üçün təhlükəsiz şəraitdə, mənəvi psixoloji cəhətdən sağlam pedaqoji mühitdə, dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq, bu da təhsil alanların hüququdur. Təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dəstənkənar məşğələləri sərbəst seçmək, bu da deməli təhsil alanların hüququdur. Sonra baxaq, D-də deyir ki, dövlət təhsil standartlarına uyğun bilik və bacarıq vərdişlərə yiyələnmək, bu artıq nədir? Bu vəzifədir.
Ona görə doğru variant olacaq D variantı. Edad edir ümumi təhsil müəssisəsində dərsliklərlə təmin olunmaq. Bəli, bu da təhsil alanların hüquqlarından biridir. Sonra 51'e baxaq. Sual işarəsinin yerinə uyğun ifadəni müəyyənləşdirin deyir. Tədris metodik vasitələrlə təmin olunmaq, mükafatlandırılmaq, təltif olunmaq, ixtisas və elmi dərəcəsini yüksəltmək. Bunlar hər biri təhsil verənin hüquqlarıdır. Doğru variant A variantı. 52'ye baxaq. Fərqli olanı seçin deyir. Təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdən kənar məşğələləri sərbəst seçmək. Deməli, bunlar təhsil alanların hüquqlarından biridir. Təhsil müəssisəsinin nizamnaməsindən tələblərinə, daxili intizam qaydalarına əməl etmək. Əməl etmək varsa bu vəzifədir. Deməli, bu hüquqdur. Bu vəzifədir. Üzürsüz səbəbdən dərsdən yayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək, bu da təhsil alanın vəzifəsidir. Pedaqoji işçilərə, pedaqoji prosesin digər iştirakçılarına, bütün insanlara hörmət və ehtiramla yanaşmaq, bu da təhsil alanların vəzifəsidir. Dövlət, cəmiyyət, ailə və özü üzərində qarşısında məsuliyyətini dərk etmək, bu da vəzifədir. Deməli, A variantından başqa hamısı vəzifədir, A variantı isə hüquqdur. Ona görə 52 olacaq A variantı. Sonra 57 bir də səhv imiş, ona baxaq. Aşağıdakı fikirlərdən hansı yanlışdır? İbtidai təhsil səviyyəsində sərbəst təhsil alma formalarından istifadə mümkündür. Bəli, doğrudur. Təhsil alanlar və təhsil verənlər məktəbin daxili nizamnaməsinə əməl etməlidirlər. Bəli, doğrudur, etməlidirlər. Ümumi təhsil pilləsinin istənilən səviyyəsində təhsil alan hər bir şagird psixoloji yardım ala bilər. Bəli, bu da doğrudur. Şagirdlər summativ qiymətləndirmənin nəticələrindən narazı qaldığı halda yenidən qiymətləndirilməsini tələb edə bilərlər. Bəli, bu da doğrudur. Y-yə baxaq. Təhsil alanlar ən azı ildə bir dəfə bilik yarışı və olimpiyalarda iştirak etməlidirlər. Bu deməli yanlışdır. Doğru cavab olacaq E variantı.